Ya Allah. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve bihi nesta'in ve huve hayru nasirin ve mu'in. Ya Allah. Allahümme veffekna bittefahhum ve tefhim. Keçən dərsimizdə keçdik mübtəda və xəbər. Və dedik ki, mübtəda və xəbər hər ikisi rəflənmiş isimlərdirlər ki, cümlə onların vasitəsilə tamamlanar və bitmiş bir fikri ifadə edər. Məsələn, ət-tuffahu huluvvun. Məsələn, alma şirindir. Burada ət-tuffahu mübtəda, huluvvun isə onun xəbəridir. İki ismin bir-biri ilə tərkib tapmasından əmələ gələn cümləyə birincisinə əgər bitmiş bir fikri ifadə eləyirsə, birincisinə mübtəda, ikincisinə isə xəbər deyərlər. Mübtəda və xəbər adətən hər ikisi mərfu isimlər olarlar. Yəni rəflənmiş isimlər olarlar. Bu fəqət nəhv-i vazihdə bizi qane edəcək dərəcədə olan məlumatdır. Amma gələcəkdə inşallah digər nəhv kitablarında, yəni əvamildə, hidayədə, səmədiyyədə və yaxud da digər nəhv kitablarında inşallah mübtədanın özünün və xəbərin özünün digər formaları keçiriləcək ki, geniş surətdə bizə məlumat veriləcək. Mübtədanın özünün neçə cür halları var, xəbərin özünün neçə cür halları var. Hansı yerdə mübtəda birinci gələr, xəbər ikinci gələr və yaxud da hansı yerdə mübtəda həzf olar, yəni ümumiyyətlə kəlamdan mübtəda həzf olar, xəbər qalar və hansı yerdə xəbər həzf olar, mübtəda qalar. Yəni bunları mən deməmişdim keçən dəfə, düzdür. Bəzi hallarda olar ki, kəlmədə görərsən mübtəda var, amma xəbər yoxdur. Mübtəda var, xəbər yoxdur. Deyərsən ki, məsələn, bu mübtədadır, xəbəri məhzuf üçün. Yəni həzf olunmuş xəbər üçün bu mübtədadır. Və yaxud da deyərsən ki, bu xəbərdir, bəs bunun mübtədası hanı? Deyərsən ki, mübtədası həzf olub kəlamdan, qərinə üzü ilə, məsələn, bunun mübtədası budur. İnşallah bu dərsləri səmədiyyədə, hidayədə keçəcəksiniz. Və yaxud da xəbərin formaları. Bunun nəhv-i vazihdə gəlib bizə açıqlama verib ki, xəbər də, mübtəda da hər ikisi bir dənə isimdir ki, rəfli olarlar. Aydındır? Bu tərif, yəni burada səni qane edəcək bir tərifdir. Amma bu tərif əslində heç düzgün bir tərifdir. Yəni xəbər hər o isim deyil ki, yəni mərfu ola. Xəbər ola bilər feil olsun. Xəbər ola bilər ki, cümlə olsun. Xəbər ola bilər ki, ismi müfrət olsun. Və yaxud da məsələn şərt, cümlə-i şərtiyyə olsun xəbər. Məsələn deyirik ki, Zeydun əkələ. Bayaq misalı vurduq. Zeydun əkələ. Zeydun burada mübtədadır. Əkələ onun xəbəridir. Zeydunun xəbəridir. Yəni Zeyd yedi. Hə? İndi burada əkələ özü nədir? Əkələ özü müstəqil olduğu halda bu bir dənə feildir. Hə? Bu bir dənə feildir. Və feildir, bunun içərisində huvə zəmiri var. Qayıdır həmin bu huvə Zeydə. Məsələn deyəcək ki, Zeydun mübtəda, əkələ onun xəbəri. Əkələ ayrılıqda özü feil, fail. Aydındır? Bu. Bugünkü dərsimizdə isə inşallah keçəcəyik Allahın izni ilə cümlə-i feiliyyə və cümlə-i ismiyyə. Cümlə-i feiliyyə və cümlə-i ismiyyə nə deməkdir? Ümumiyyətlə ərəb dilində kəlimə özü, kəlam özü, yəni cümlə. Kəlam özü iki hissəyə, iki qismə bölünür. Ya
kəlam-ı feiliyyə olar. Yəni ya feillə başlayan cümlə olar. Ya da kəlam-ı ismiyyə olar. Cümlə-i ismiyyə olar. Yəni isimlə başlayar. Feillə başlayar, yəni ki, rükn-i kəlam, umde-i kəlam 4 dənədir. Biz, yəni, keçmişik bunu, indidən qulağınıza deyirəm ki, bunu, yəni gələcəkdə rastuza gələcək. Ümde-i kəlam. Ümde-i kəlam, yəni ki, rükn-i kəlam. Hər şeyin özünün bir rüknü var da, yəni sütunu var. Namazın rüknü neçə dənədir? 11 dənədir. Təkbiratul ehramı, nə bilim səzdəsi, rüküsü, qiyamı, filanı, fəsməkanı, ta axır. Düzdür? 11 dənə rüknü var. Bu rüknün birini yerinə yetirməsin, namaz nədir? Batildir. Cümlənin də özünün rüknü var. Cümlənin rüknü ya feil olar, ya ism olar. Aydın? Yəni ayaqda saxlayan. Ya cümlə feillə başlayır, ya isimlə başlayır. Bu feil və isim özü nə olur? İsimlə başlayırsa mübtəda xəbər olur. Feillə başlayırsa feil fail olur. Oldu ümdə-i kəlam neçə dənə? 4 dənə. Feil, fail, mübtəda xəbər. Aydındır? Cərlə başlasaq. Cərlə başlayır. Məsələn, deyək ki, fiddari zeydun. Fiddari zeydun. Fiddari bir yerdə götürəcək. Fiddari, bəli də. Fiddari nədir? Car məcrur, mütəlliq, amili müqəddərə. Bunu nəhvidə keçəcək inşallah. Xəbər müqəddəmdir. Xəbər müqəddəmdir. Yəni, qabaqda gələn xəbərdir. Nə üçün? Mübtədai müəxxər üçün. Mübtədai müəxxər nədir? Zeydun. Zeyd mübtədadır, amma axıra düşüb. Fiddari zərf olduğuna görə qabağa düşüb. Zərf həmişə sədarət tələb olur. Qabaqda yəni gələn olur. Bunları keçəcək inşallah gələcəkdə. Yəni, bunlarla indi beyninizi qarışdırmayın. Fəqət yəni ümumi məlumat verirəm ki, yəni bunu biləsiniz. Ki, bəli, cümlənin rükünü əsas, yəni bu 4 dənədir. Feil faildir, mübtəda və xəbərdir. Yəni elə bir cümlə yoxdur ki, ya feil faillə başlamasın, ya da mübtəda xəbərlə başlamasın. Yəni hər bir kəlmənin, kəlamın içərisində feil fail və yaxud da mübtəda xəbər söhbəti var. Yəni mübtədasız və xəbərsiz və yaxud da feilsiz, failsiz cümlə olmuş. Cümlə ya feillə başlayır, ya mübtəda xəbərlə başlayır. Aydındır? Başa düşdünüz? O cümlələr ki, feillə başlayır, onlara deyirik cümlə-i feiliyyə. O cümlələr ki, feillə başlayır, o cümlələrə deyirik feiliyyə. Feil rütbətən və ləfzən, yəni ləfzdə və rütbədə digər amillərə nisbətən qabaqdır. Yəni, əgər kəlmədə, bir dənə kəlamda feil gəlirsə, birinci feil gələr, sonra onun faili gələr, sonra onun məf'ulu gələr. Yəni, feil qabaqda gələr. Həm rütbədə, həm ləfzdə onlardan qabaqdır. Yəni, öz məmullarından qabaqdır. Feil rütbətən və ləfzən faildən üstün, məf'uldan üstün, sifətdən üstün, təmyizdən üstün, haldan üstün. Demək olar ki, bir çox amillərdən nədir? Üstündür. Yəni, üstündürsə nədir? Bu sədarət tələbdir, əvvəldə gələn bir şeydir. Aydındır? Çox nadir hallarda olar ki, məsələn, görərsən ki, feilin, yəni öz mə'muli, yəni əməl etdiyi bir şey özündən qabağa keçər. Məsələn, məf'ulu özündən qabağa keçər. O da 2 yerdə olur. Biz bunu nəhvidə keçmişik, inşallah yeri gələndə biləcəksən. Məsələn, məf'ul faildən qabağa düşmür, nəinki feildən. Amma bəzi hallarda bizim rastımıza gəlir ki, Quranda da və digər ərəb kitablarında, ədəbiyyatında da feildən qabağa düşə bilər. Məsələn, məf'ul həsr üçün ola. Məf'ul özü həsr üçün ola. Məsələn, yalnız və yalnız mənası daşıyan. Məsələn, biz deyirik ya, İyyəkə nə'budu. Nə'budu feildir də, düzdür? Nə'budu nə feilidir? Mütəkəllimdir də. Mütəkəllimdir. Mütəkəllim məl-qeyrdir. Nədir? Muzari. Muzari. Muzarinin mütəkəllim, feil muzarinin mütəkəllim
Mə'al qeyri. Na'budu. İbadət edirik. İyyəkə na'budu. İbadət edirik. Faili kimdir? Nəhnu. Biz demədə nəhnudur yenə. İçində müstətir. Hə? Demək, na'budu feil fail. Faili içində müstətir. Məf'ul hanı bə? Məf'ul əvvəldə. Məf'ul əvvəldə iyyəkə. Məf'ul haçandan icazə verilib əvvələ keçsin? Bəs burada niyə görə əvvələ keçdi? Məf'ulun əvvələ keçmə icazəsi yoxdur. Məf'ul rütbətən və ləfsən feildən sonra gəlir. Hətta faildən sonra gəlir. Faildən də rütbətən və ləfsən kiçikdir. Hə? Bəs nətər oldu bu feildən qabağa düşdü? Deyirsən ki, biz burada mə'zuruq, yəni ki, üzürlüyük, nə'budukə deməkdən, yəni sənə ibadət edirik deməkdən üzürlüyük. Çünki nə'budukə deyəndə, yəni sənə ibadət edirik deyəndə, nə'budu feil fail kaf, kaf-ı xitab onun məf'ulu, düzdür? Amma bu həsr mənası yaratmır. Yəni sənə ibadət edirik, ola bilər səndən başqasına da ibadət edirik. Yalnız sözü çıxmır içindən. Və yalnız demək üçün, həsr üçün olanda, məf'ul həsr üçün olanda keçəcək feildən qabağa. Məsələn, iyyəkə, yalnız və yalnız sənə nə'budu ibadət edirik. Həsr halətində fəqət məf'ul ola bilər ki, feildən qabağa düşsün. Aydın. Sonra gələndə nə olacaq? Yəni başqasına da ibadət. Nə'budukədə həsr yoxdur. Məsələn, düzü ki, nə'budukə, yəni sənə ibadət edirik. Burada həsr sözü yoxdur. Yəni sözü çərçivələndirmək yoxdur bir nəfərin üstünə. Yəni nə'budukə, yəni sənə ibadət edirik, ola bilər ki, səndən başqasına da ibadət edirik. Amma iyyəkə zəmir münfəsillə gətirsin məf'ulu və feildən qabağa gətirsin. Onda məna belə çıxır ki, yəni elə bir təkid edirsən də, yalnız və yalnız sənə ibadət edirik. Bəs nə'budu iyyəkə olsa? Nə'budu iyyəkə olmaz. Ya nə'budukə olar, ya da iyyəkə nə'budu olar. Yəni həsr üçün olanda, məf'ul həsr üçün olanda feildən qabağa düşər. Aydındır? Nəysə, işimiz onda yox. Hidayədə zətdə keçəcəyiz. Allahın izni. Hidayədə keçəcəksən, səmədiyyədə keçəcəksən inşallah Allahın izni. Əsas budur ki, biz cümlə-i feiliyyə və cümlə-i ismiyyəni tanıyaq. Cümlə-i feiliyyə, bəli, dedik ki, hər o cümlə ki, feillə başlayaq, ona cümlə-i feiliyyə deyərlər. Hər o cümlə ki, isimlə başlayaq, ona cümlə-i ismiyyə deyərlər. Aydındır? İndi baxaq. El-cümlətul feiliyyətu. Cümlə-i feiliyyə. El-əmsilə, misallar, birincisi budur ki, ləmə'əl bərqu. Bərq elektrikədə deyərlər. Yəni, bərq elektrikədə deyərlər. Və yaxud da ildırıma da deyərlər. Yəni, şimşək çaxmağa da deyərlər. Ləmə'ə, yəni nur saçmaq, işıq saçmaq. Yəni, ləmə'əl bərqu, yəni ildırım, işıq saçdı. Ləmə'ə. Yəni, biz deyirik, ya, şimşək çaxdı. Şimşək çaxdı. Elə ləmə'əl bərqu, elə bu deməkdir. Ləmə'əl bərqu, şimşək çaxdı. Aydındır? Ləmə'ə, burada feildir, feil mazidir. Ləmə'ə, ləmə'a, ləmə'u, ləmə'ət, ləmə'ətə, ləmə'nə, ləmə'ətə, ləmə'tuma, ləmə'tum, ta axır. Ləmə'ə feil. Əl-bərqu onun faili, mərfudur. Yəni, şimşək çaxdı. Aydındır? Əvəz-zəibu, əvə-əz-zəibu. Əvə, yəni ulamaq. Əvəyə, əslisi əvəyə idi. Əvəyə. Sonra oldu əvə. Bu mötəllül lamdır. Mötəllül lam olan feildir. Feili muazir. Əvə, yəni əvə yəəvi. Əvə yəəvə və yaxud da yəəvi babındandır. Aydındır, müzarisi yəəvə və yaxud da yəəvidir. Əvə, yəni uladı. Ulamağa deyərlər. Əvəz-zəibu, yəni qurd, canavar uladı. Aydındır? Canavar uladı. Əvə burada feil, əz-zəibu onun faili. Buna deyirlər bütövlükcə cümlə-i feiliyyə. Aydındır? Üçüncü misal, yəsqutu əs-səlcu.
Es-selc. Selc qara deyərlər. Qar. Yəsqutu selcu, yəni qar yağdı. Yəsqutu yəni düşdü deməkdir. Qar biz tərcüməsində düşdüdür, amma biz nə deyirik? Qar yağdı. Yəsqutu es-selcu. Yəni qar düşdü, qar yağdı. Müzaridir mazi. Müzari, yəsqutu müzaridir. Düşür. Düşür də, yəni indi. Qar yağır. Bəli, məna nöqteyi nəzərindən mən səhv tərcümə elədim. Yəsqutu, yəni yağır. Yəsqutu fe'l müzari. Yəsqutu səqətənin elə bir ki, müzarisidir. Səqətə yəsqutu. Yəsqutu, yəsqutani, yəsqutunə, təsqutu, təsqutani, yəsqutuna bu cür hallanacaq. Cümlə-i fe'liyyədir. Yəsqutu fe'l, əs-səlcu onun faili. Yəni ki, qar yağır. Fe'li lazımdır. Məf'ul istəmir. Dördüncüsü, yeşteddul berdu. Yeşteddul berdu. Şiddətli soyuq var. Yəni, indi hal-hazır. Yeşteddu, yəni soyuq, elə bir ki, şiddətlənir. Bərd, yəni soyuqdur. Soyuq. Yeşteddul berdu. Elə bir ki, soyuq şiddətlənir. Və yaxud da şiddətlidir. Yeşteddu feildir. Əl-bərdu onun faili. Buna deyirlər cümleyi feiliyyə. Aydındır. İqtif əl-vardətə. İqtif feildir. Feili əmirdir. İqtif, yəni ki, dər əl-vardətə çiçəyi. Əl-varda məf'uldur. İqtifin içərisində faili nədir? Müstətirdir. İqtif, yəni əntə. Əntə iqtif. İqtif, əntə əl-vardətə və əl-vardətə məf'uldur. Aydındır. Xudil kitabə. Xudil kitabə, yəni kitabı götür və yaxud da al kitabı. Məsələn, elə bir mən sənə kitabı uzadıram, deyirəm ki, xudil kitabə. Xudil kitab, yəni al kitab. Bu da feil əmirdir. Bunların hamısına deyirlər cümlə-i feiliyyə. Feillə başladığına görə. Bəs biz dedik feillə fail cümlə-i feiliyyədir. Burada məf'ul gəlir. Feillə fail deyil, xuz, əntə xuz. Vərdətun burada nədir? Nədir o? Vərdətə. Vərdətə məf'uldur. Sən əvvəlində niyə baxmırsan? Deyirsən, iqtif. İqtif nədir? İqtif feil. İçində bəs? Əntə. Faili. Feil faildir də. Feil fail. Məf'ul da gəldi də burada. Gəlsin də məf'ul. Feildən sonra hər nə gəlir gəlsin. Bizim işimiz nədir? Cümlə nə ilə başlayır? Cümlə feillə başlayır. Buna deyirlər cümləyi feiliyyə. Feillə başladığına görə ona cümləyi feil. Feildən sonra hər nə mənə gəlirsə gəlsin, qoy gəlsin. Amma bizim işimiz budur ki, cümlə əgər feillə başlayırsa, ona deyirlər cümləyi feiliyyə. Aydındır? İndi qaydası, əl-bəhsu. Nə'rifu mimma təqəddəmə ənə kullə misalin minəl əmsiləti sabiqə. Deyir, bu keçmiş, qabaqda keçmiş misallardan hamısından bildik ki, Yüsəmma cümlətən mufidətən. Bunlar hamısı faydalı bir cümlə kimi adlandırılır. Yəni, bitmiş bir fikri ifadə edir də bunlar. Məsələn, ləməəl bərqu, şimşək şaxtı. Yəni, bitmiş bir fikri ifadə edir. Yəni, naqis kəlmə deyil. Ləənnəhu tərkibun yufidus samiə faidətən tammətən. Çünki, həqiqətən o, yəni cümlələr elə bir tərkibdir ki, tərkib tapıb ki, eşidənə, sami, yəni eşidənə. Yufidu, yəni fayda verir eşidənə, faidətən tammətən. Tam bir fayda. Aydındır? Və yufidu özü feildir. Hə? Yufidu özü feildir. Huvə içində onun faili. Hə? Yufidu, huvə onun içində faili. Əs-samiə isə məf'uldur. Fayda verir o, yəni nə o? Yəni cümlə. Fayda verir eşidənə faidətən tammətən. Tam bir fayda. Və izə təəmməlnə hazihil cümələ vəcədnə kullə vahidətin minha mürəkkəbətən min feilin və failin. Və deyir, biz fikir verdiyimiz zaman təəmməlnə, izə təəmməlnə, yəni ki, fikir verdiyimiz zaman və yaxud da mübahisə etdiyimiz zaman
hazihil cümle bu cümlelerin üstünde üzerinde vecedna kulle vahidetin minha mürekkebeten min fiilin ve failin. Görürük ki bu cümlelerin her birisi terkip tapıp bir fiilden ve failden. Aydın? Yine her bir kelimenin özünün fiili ve faili var. وَلِأَنَّ كُلَّ جُمْلَةٍ مِنْ هَذِهِ الْجُمَلِ مَبْدُوَّةٌ بِفِعْلٍ مَبْدُوَّةٌ بِفِعْلٍ. Deyir ki, çünkü həqiqətən bu cümlələrin hər birisi başlayır feillə. Aydındır? Tusemma cümleten feiliyeten. Ona göre de bu cümleler hamısı adlandırılacak cümleyi feiliye. Aydındır? Qaide, el-qaidetu kullu cümletin teterekkebu min feilin ve failin tusemma cümleten feiliyeten. Bu niye göredir feilin ve failin? Çünkü hiçbir failsiz feil olmur ki. Failsiz feil görmüsünüz? Yani gerek fail ola ki feil de ola. Aydındır. Feili icra edən bir şəxs olmalıdır da. Yəni feil fail heç vaxt birbirindən ayrılmır. Dir kullu cümlətin tətərəkkəbu min feilin və failin. Dir hər o cümlə ki tərkib tapar bir feil və faildən tusamma cümlətən feiliyyətən adlandırılar cümleyi feiliyyə. Aydındır? Tamam. Ama cümleyi ismiye. Cümleyi ismiye bayağı izah verdiğimiz kimi o cümlelere deyilir ki onlar isimden başlayır. İsimden başlayan cümle ya mübteda olacak ya xəbərlə başlayacak. Ya xəbərlə başlayacak ya mübtedayla başlayacak. Aydındır? Ama burada fakat ancak mübtedayla başlayan cümlelere misal vurub, yani bunlar adlandırılacak cümleyi ismiye. Aydındır? Yani feillə başlamır, isimlə başlayır. El-cümletul ismiyetu, cümle-i ismiye. El-emsile misalları, birinci misal. Ed-daru vasi'atun. Ed-daru vasi'atun. Ed-dar yani ev, hane. Vasi'atun yani geniştir. Ed-daru vasi'atun. Ev geniştir. Ed-daru mübteda. Vasi'atun ise xəbərdir. Aydındır? Mübteda ilə başladığına görə mübteda feil ola bilməz. Feil mübteda gələ bilməz. Mübteda özü isim olmalıdır. İsimlə başladığına görə nə oldu? Cümleyi ismiyə oldu. Aydındır? Darun müənnəsdir. Yox. Vasılə müənnəsdir. İndi onu inşallah keçəcəksən. Bir dənə bizim mübtədamız əgər müştəq olarsa, müənnəs olarsa, ola bilər ki, onun xəbəri, yəni müzəkkər olsun və yaxud da xəbər özü müştəq və yaxud da camid olma məsələsi var. Onları onu nəhvdə keçəcək inşallah, Allahın izni ilə. Geniş nəhvdə keçəcək. Yəni hələlik burada buna bu cürə kifayətlənək. Aydındır? Ed-daru vasi'atun, yəni ev genişdir. Ed-daru mübtəda, vasi'atun onun xəbəri. İkincisi el-cavvu mu'tadilun. El-cavv yəni hava. El-cavv yəni hava. Mu'tadilun yəni mülayim hava. Mu'tadil yəni ortadır. Hava ortadır. Yəni nə soyuqdur, nə də çox istidir. Mu'tadil yəni orta, mülayim. Bizdə deyirlər mülayim. El-cavvu mu'tadilun. Hava mülayimdir. El-cavvu burada mübteda, mu'tadilun ise onun xəbəridir. El-gubaru sairun. El-gubaru sairun. Gubar yəni toz torpaq. Gubar toz torpağa deyərlər. El-gubaru sairun yəni ki toz torpaq elə bir ki qalxıb. Hava toz torpaqlıdır. Yəni sair yəni qalxıb, havaya qalxıb. Aydındır? El-gubaru sairun yəni toz torpaq havaya qalxıb. El-gubaru burada isimdir, mübtədadır. Sairun isə onun xəbəridir. Ustad, xəbər feil gəlsə də cümlətul ismiyyətu deyəcək. Necə? Burada xəbər feil gəlsə. Bəli, cümlə ismiyyədir. Çünki isimlə başlayır.
İsimlə başlayır. Mübtədai kəlmə, yəni ibtidai kəlmə, kəlmənin başlanğıcı nədir? İsim. Əgər kəlməmiz, kəlamımız, yəni cümləmiz isimlə başlayırsa, biz ona deyəcəyik cümləyə ismiyyə. Aydındır? Dördüncüsü əş-şari'u muzdahimun. Əş-şari'u muzdahimun. Şari nədir? Əhsən, küçə. Əş-şari'u muzdahimun, yəni küçədə izdiham vardır. Küçə izdihamlıdır. İzdihamlıdır. Yəni probkadır da, hərdə trafikdir. Və yaxud da adam. O qədər adam var ki, izdihamlıdır. Əş-şari'u mübtəda. Muzdahim, yəni onun xəbəridir, yəni izdihamlı, izdihamlanmış, izdihamlı küçə. Aydındır? Ustad, bunu Mübtəda və xəbər. ərəblər, bizdə bu sifətdir də. Bunu onlar elə isim götürür. Yox. Məsələn, izdihamlı küçə desək, Necə? o ola bilər ki, sifət olsun. Amma biz buna izdihamlı küçə demirik axı. Deyirik ki, küçə izdihamlıdır, xəbər veririk. Aydındır? Məsələn, bir var deyək ki, qırmızı kitab. Hə? Qırmızı kitab. Bu sifətdir. Kitabın sən necəliyini bildirirsən. Bir də var, deyirsən ki, kitab qırmızıdır. Onun sifətindən xəbər verirsən. O xəbərdir. Xəbər başqa şeydir. Dır, dir, dur, dur şəkilçiləri ilə bitən cümlələr. Hamısı xəbər ifadə eləyər, amma necəliyini bildirən cümlələr isə sifət mövsuf olarlar. Aydındır? İndi burada sən necəliyini bildirmirsən ki, burada sən sadəcə xəbər verirsən, necəliyindən xəbər verirsən. Deyirsən ki, əş-şari'u muzdahimun. Elə bir küçədən gəlirsən, hə? Küçədən gəlirsən. Sən xəbər vermək, bir nəfər də çıxmaq istəyir çölə. Deyirsən ki, çıxma, əş-şari'u muzdahimun. Küçə, məsələn, basa-basdır. Məsələn, deyək ki, izdihamlıdır. Yəni, çıxmağın mənası yoxdur. Sən istəmirsən onun sifətini ona çatdırasan. İstəyirsən ki, küçənin halətindən ona xəbər verəsən. Aydındır? Yəni, fikri tamamlamaqdan ötəri. Bu nəhvidə, səmədiyyədə inşallah keçəcəksən, bu sifətdir, haldır, nə bilim, təmyizdir. Bunlar hamısı xəbərdir. Hamısı xəbərdir. Amma xəbərin də özünün formaları var. Xəbər özü bəzi hallarda nəyinsə necəliyini bildirir. Bəzi hallarda fikirləri tamamlamaqdan ötəridir. Aydındır? Yəni, burada çox halda fikir tamamlamaqdan ötəridir. İfadə eləməkdən ötəri. Mən fikrimi ifadə eləmək üçün sənə muzdahimun dedim. Yəni, onun formasını sənə çatdırmaq üçün yox. Formasını sənə çatdırmaq üçün desəm, onda olur sifət mövsuf. Amma mən burada xəbər deyirəm. Deyirəm ki, əş-şari'u muzdahimun. Küçə izdihamlıdır. Demirəm ki, izdihamlı küçə. İzdihamlı küçə desəm, onda sifət mövsuf. Amma küçə izdihamlıdır deyirəmsə, onda izdihamlı küçə bu fikri tamamlamır. İzdihamlı küçə nə? Sual çıxır qabağa. Deyirsən ki, məsələn, haza əş-şari'ul muzdahim. Yəni, bu izdihamlı küçədir. Artıq burada haza oldu mübtəda, əş-şari'ul muzdahim oldu sifət mövsuf. Aydındır? Belə oldu. Amma deyirsən ki, əş-şari'u muzdahimun küçə izdihamlıdır. Bu özü ayrı-ayrılıqda mübtəda və xəbərdir. Aydındır? Başa düşdün yoxsa yox? Tam başa düşmür. Hə. Tam başa düşmədim. Burada deyirəm. Bax, indi qırmızı kitabla misal gətirirəm mən sənə. Diqqət elə. Deyirəm ki, Hâzâ kitabun əhmər. Əhmərun. Kitabun əhmərun. Bu qırmızı kitabdır. Burada deyəcəksən haza mübtəda. Kitabun əhmər isə sifət mövsufdur, xəbərdir. Mübtəda üçün xəbərdir. İndi deyirsən ki, İşarə əvəzi mübtəda necə olur? necə? İşarə bu. Mübtəda olur. Bəli olur, niyə olmur? Haza mübtəda bu. Məsələn, deyirsən ki, hazəl kitab. Bu kitab. Hə? Haza mübtəda. Məsələn, hazəl kitabu, məsələn, hidayətun. Məsələn, deyək ki, hidayətun. Ola bilər sifət də götürürsən, muzaf-muzafın ilək də götürə bilərsən.
Bu kitab məsələn hidayə kitabıdır. Bu olacaq mübtəda, ondan sonra gələn kəlmə isə onun xəbəri. Qaçmaq xeyirlidir, faydalıdır. Burada mübtəda hansı idi? Qaçmaq faydalıdır. Qaçmaq mübtəda, mufidun onun xəbəri. Bax, mən sənə bir dənə söz deyim. Bu mübtəda xəbəri ən asan tapma yolu bilirsən nədir? Mübtəda xəbəri ən asan tapma yolu budur ki, mübtəda əksər hallarda mərifə olur, xəbər nəkirə olur. Xəbər ya sırf nəkirənin özü olur, ya da nəkirə məsuh olur, yəni qeydlənmiş olur. Yəni, mübtəda əgər mərifə gör bir kəlamda bilmirsən ki, mübtəda hansıdır, xəbər hansıdır. Hə? Baxacaqsan o iki kəlmənin mərifəliyinə və nəkirəliyinə. Əgər hər ikisi mərifədirsə, hansını istəyirsən mübtəda tutacaqsan. Hansını istəyirsən mübtəda tutacaqsan. Ya birincini, ya ikincisi. Hər ikisi əgər mərifədirsə. Hər iki kəlmə. Mərifə yəni ki, tanınmış. Seçilmiş. Yəni ki, aydın olan bir məsələ. Yəni nəkirə, yəni qeyri-müəyyən. Müəyyən və qeyri-müəyyən. Aydındır? Müəyyən olan isimdirsə, hər ikisi. Onlardan birini mübtəda tutacaqsan. Bunlar əlbəttə bunun yeri deyil, ha, indi burada yeri deyil. Yəni bunun yeri biraz yuxarı dərslərdir. Sadəcə məlumat soruşdun, ona görə deyirəm. İndi baxdın kəlama, gördün ki, bu iki kəlmədən biri mərifədir, biri nəkirədir. Belə oldu. Biri mərifədir, biri nəkirədir. Bunun hansını mən mübtəda tutum, hansını xəbər tutum? Mərifəni mübtəda tutacaqsan, nəkirəni xəbər tutacaqsan. Aydın? O mərifə ilə nəkirənin nədən biləcək, mənasından? Mənasından və əliflam-ı tərifindən, bu şeylərdən, bəli. Mərifə nəkirə mənadan, əliflam-ı tərifdən, yəni bilinir ki, bu mərifədir. Əşşari, yəni məlum olunmuş küçə. Əşşari əvvəlində əliflam var. Əliflam-ı tərif. Aydın? Mərifə. Və yaxud da məsələn, baxacaqsan kəlməyə, görəcəksən ki, kəlama, görəcəksən ki, iki dənə kəlmədir, hər ikisi nəkirədir. Hər ikisi nəkirədir. Bəs bunu hər ikisi nəkirədirsə, bunun hansını mübtəda tutum mən? Nəkirə və ya mübtəda olar, deyir, bəli. Əgər kəlmənin hər ikisi, kəlamın hər ikisi, hər iki cüzvi nəkirədirsə, o halda baxacaqsan nəkirələrin halətinə. Əgər qeydli nəkirə varsa, o qeydli nəkirə tutacaqsan mübtəda, yəni ixtisaslanmış nəkirə. Rəculun alimun. İxtisaslanmış nəkirə. Rəculun nəkirədir, qeyri-müəyyəndir, nə çox kişi. Hə? Amma alimun deyəndə onun çərçivəsini biraz balacalaşdırırsan da. Onu mübtəda eləyəcəksən, o qeyri-müəyyən ismi isə, tam surətdə qeyri-müəyyən olan ismi isə eləyəcəksən xəbər. Hə? Aydındır? Hə, bu belənçi. Yəni bunu inşallah gələcəkdə bu xəbər mübtəda balaca bir şey deyil. Balaca mövzudur. Bu sənə sadəcə məlumat verir. Burada ümumi məlumat verir. Mübtəda xəbər demək olar ki, nəhvin ən, yəni belə deyək ki, dərin mövzularından biri mübtəda xəbərdir, muzaf muzafun iləyhdir, fe'l-fail məsələsidir. Yəni əsas bunlardır. Yəni ondan qalan hamısı təvabi, məvabi, nə bilim, bunlar hamısı yəni nəvasix. Yəni bunlar hamısı yəni sonraki şeylərdir, nəvasixlər filanlar. Əsas yəni rükn-ü kəlam demək olar ki, ərəb dilində mübtəda xəbərdir, sonra fe'l-faildir. Bir də muzaf muzafın iləyhin, yəni halətləri, yəni ən çətin olanlar. Bu məbnidir, bu möhrəbdir, bu nədir, bu nədir? Onlar xırdalıqlardır. Yəni hər şeyin özünün müəyyən xırdalıqları. Ki onu gələcəkdə keçəcəksən. Məbnidirsə ya ismə aiddir, ya feylə aiddir. Möhrəbdirsə yəni yenə də ismə aiddir, feylə aiddir. Yəni bunların yəni mübtədadır, ya xəbərdir, ya feildir, ya faildir. Yəni, məsələn, bunların hamısını gələcəkdə inşallah keçəcək. Sadəcə burada bizə nəyə məlumat verir? Biz öyrənirik ki, məsələn, cümlə-i ismiyyə deyə deyirlər, elə bir balaca uşağa da, yəni hələ səni öyrəşdirir, qulağı sındırır ki, sən bu şeyləri yavaş-yavaş eşidəsən. Cümlə-i ismiyyə, cümlə-i feiliyyə, mübtəda, xəbər, yəni bu şeylər. Amma biz nəhv-i vazihi o baxımdan keçmirik heç. Nəhv-i vazihi o baxımdan keçirik ki, heç olmasa ən azından biz lüğət öyrənə bilək. Yəni, ən azından yüngülvari nəhvin qaydalarına elə bir giriş kimi, məbadiyun nəhv kimi. Aydındır, nəhvin başlanğıcı kimi. Heç olmasa oxuduğumuzu tərcümə eləyəndə, oxuduğumuzu başa düşə bilək ki, nə oxuyuruq.
Yəni nəhv vazihi biz ona görə keçirik. Aydındır? Yəni çox özü o dərəcədə dərinliyə salma. Sadəcə yəni düzdür, fikirləşirsiniz, sual verirsiniz. Yəni onu yaxşı eləyirsən, fikirləşdin, sual ver. Onu öyrənəcəksən inşallah. Amma qaldı ki, məsələ burasındadır ki, yəni burada sənə bu məlumatı verməklə kifayətlənib. Yəni bunu sən elə burada bu cür başa düş. Aydındır? Hidayəyə gedəndə sən mübtəda xəbəri tamam başqa cür oxuyacaqsan. Deyəcəksən, ay Allah, mən elə bilirdim mübtəda xəbər elə 2 dənə isimdən ibarət olan elə mərfu bir şeymiş, yəni bununla iş tamamlanırmış. Amma hidayədə girəcəksən, səmədiyyədə mübtəda xəbərə girəcəksən. Bir cümləni bir saata oxuyacaqsan. Bir saat dərsə bir cümləni başa düşəcəksən ki, nə demək istəyir. Yəni mübtəda xəbər o qədər qəliz bir mövzudur. Yəni belə burada yəni sadə deməyinə baxma. Bu sadəcə səni yumşaldır yavaş-yavaş. O plastilin möhkəm olur. Onu sırazu əzib istədiyin fiquru düzəldə bilmirsən ki, onu gərək əvvəl əlində bax belə oxalayasan, yumşaldasan, ondan sonra istədiyin bir fiquru düzəldə biləsən. Aydındır? Bu nəhv vazih səni elə yumşaldır, bax belə ovxalayır. Sənə qorxma deyir. Qorxma. Gələcək axırda səbədiyyədə atacaq qabağa mübtəda xəbər nə olan şeydir. Başı tutacaqsan ki, ay Allah, bu mübtəda xəbər mən nə tanımışdım, bu nə imiş? Bunun içində nələr var imiş? Bu, o ay Allah eləməmək üçün bu indidən səni oxalayır. Yəni öyrəşdirir yavaş-yavaş. Aydındır? Ət-təriqu zəyyiqətun, yol dardır. Yol dardır. Ət-təriqu zəyyiqətun. Bir var xəbər verəsən yolun darlığını, bir də var ki, sifət mövsuf kimi deyərsən. Deyərsən ki, dar yol. Təriqun zəyyiqun. Hə? Təriqun zəyyiqun düşün, deyəcəksən ki, dar yol. Hə? Sifət mövsufdur. Amma ət-təriqu zəyyiqətun düşün, yol dardır. Mübtəda və xəbərdir. Aydındır? Əl-farətu muxtəbiətun. Əl-farətu muxtəbiətun. Farə, yəni sıçan. Muş, yəni sıçana, muşa deyərlər, əl-farə. Əl-farətu muxtəbiətun, yəni sıçan gizlənibdir. Muxtəbiə, elə bir ki, məxfi olmaqdan, gizlənməkdən. Xəfiyyə. Muxtəbiə, yəni ki, gizlənibdir. Aydındır? Əl-farətu muxtəbiətun. Mübtəda və xəbərdir. Bunlar hamısı, bax, görsən, 2 isimlə tərkib tapıb cümlə. Həmin bu cümlələr isimlə başladığına görə öz də faydayı tam verir və cümlə özü isimlə başladığına görə bunlara deyəcəyik cümləyi ismiyyə. İndi cümlənin birinci isim istəyir xəbər olsun, istəyir mübtəda olsun. Aydındır? Buna deyirlər cümləyi ismiyyə. Əl-bəhs. Əl-əmsilətus sabiqə. Keçmiş misallarda. Kulluha cüməlun mufidətun. Bunların hamısı nədir? Cüməlun mufidətun faydalı cümlədir. Bax, indi bir də diqqət elə. Kulluha. Onların hamısı. Kulluha. Kullu burada xəbər verir. Mübtədadır. Cüməlun mufidətun onun xəbəridir. Cüməlun mufidətun. Cüməlun mevsufdur. Mufidətun onun sifətidir. Bax, bir var deyirsən ki, cüməlun mufidətun, yəni faydalı cümlələrdir. Bir də var deyirsən ki, əl-cümlətu, əl-cüməlu və yaxud da əl-cümlətu mufidətun, cümlə faydalıdır. Bir var belə deyirsən, cümlə faydalıdır. Bir də var deyirsən ki, cüməlun mufidətun, faydalı cümlə. Aydındır? Faydalı cümlə düşün, sifət mövsuf olur. Amma düşün ki, əl-cümlətu mufidətun, cümlə faydalıdır. Bu olur mübtəda xəbər. Aydındır, başa düşdün nə demək istədim. İndi bax, burada sifət mövsufdur. Cüməlun mufidətun. Nəyə xəbərdir bu? Kulluha üçün. Kullu mübtəda, özü muzaf, ha muzafun ilək. Cüməlun mufidətun onun xəbəri. Cüməlun özü mövsuf, mufidətun isə onun xəbəri. Aydındır? Mövsuf yəni sifətlənmiş. Nə ilə sifətlənir? Cüməlun, yəni deyirsən ki, cümlələr deməkdir də. Mufidətun isə onun sifətidir. Nəyin sifətidir? Cüməlunun. Nə sifətləndi burada? Cöməl. Sifətlənənə deyirlər mövsuf. Aydındır?
ve kullu vahidetin minha murekkebetun min ismeyni ve kullu vahidetin minha onlardan yani o cümlelerden her birisi terkip tapıbdır min ismeyni iki tane isimden. Aydın. Evveluhuma mübtedaun onlardan birincisi mübtedadır ve sani haberun o isimlerden ikincisi ise haberdir. Aydındır. Ve lienne kulle cümletin min hazihil cümel mebdu'etun bi ismin bundan ötəri ki o cümlələrin hər birisi başlayır isimlə tusemma cümleten ismiyeten adlanır cümleyi ismiye. Aydındır. El-Qaide Qaydamız nədir? Kullu cümlətin tətərəkkəbu min mübtədəin və xəbərin tusemma cümleten ismiyeten hər o cümlə ki tərkib tapan mübtədadan və xəbərdən həmin o cümlələr adlanır cümleyi ismiyə. Aydındır. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Allah köməyiniz olsun.